Herkese salam. Yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə konjunktiv 1-in davamı olaraq məhsul növdə gələcək zaman necə düzəlir, onu izah edirəm. Konjunktiv 1 məhsul növdə gələcək zaman werden köməkçi feilinin konjunktiv 1 forması və təsirli feilin partizip 2 plus werden formasından düzəlir. Cümlədə söz sırasına təsir edən bağlayıcı yoxdursa, werden köməkçi feilinin konjunktiv 1 forması ikinci yerdə gələrək şəxsə görə təsriflənir, partizip 2 plus werden isə cümlənin sonunda gəlir. Əgər cümlədə söz sırasına təsir edən das ki bağlayıcısı işlənərsə, bu zaman feilin təsriflənən hissəsi cümlənin sonunda gəlir. Keçən dərslərimizdə qeyd etdiyimiz kimi konjunktiv 1 daha çox jurnal, qəzet, xəbərlərdə istifadə olunur və şəkil 1-də Michael Jung jurnalistə müsahibə verir. Şəkil 1 direkte Rede, vasitəsiz nitq. Der Pferdesportler Michael Jung kündigt an. Nächste Woche wird auf der Rennbahn Berlin-Hoppegarten ein Pferderennen vom Pferdesportverband organisiert werden. Wer daran teilnehmen möchte, kann ein Ticket kaufen. Atçılıq idmançısı Michael Jung elan edir. Gələn həftə Berlin-Hoppegarten yarış meydançasında Atçılıq İdman Federasiyası tərəfindən at yarışı təşkil olunacaq. Kim iştirak etmək istəyirsə bilet ala bilər. Cümləmiz 3 üzvlü məhsul növün gələcək zamanına aid bir cümlədir. Werden köməkçi feili ikinci yerdə gələrək şəxsə görə təsriflənib, partizip 2 plus werden isə cümlənin sonunda gəlib. Şəkil 2-də isə Michael Jung'un dedikləri qəzetdən dərc olur. Şəkil 2 indirekte Rede, vasitəli nitq. Die Zeitung schreibt. Der Pferdesportler Michael Jung kündigt an. Nächste Woche werde auf der Rennbahn Berlin-Hoppegarten ein Pferderennen vom Pferdesportverband organisiert werden. Wer daran teilnehmen möchte, könne ein Ticket kaufen. Qəzet yazır. Atçılıq idmançısı Michael Jung elan edir. Gələn həftə Berlin-Hoppegarten yarış meydançasında Atçılıq İdman Federasiyası tərəfindən at yarışı təşkil olunacaq. Kim iştirak etmək istəyirsə bilet ala bilər. Gördüyünüz kimi, vasitəsiz nitqdən vasitəli nitqə çevirərkən bizim feilin təsriflənən hissəsi konjunktiv 1-ə görə dəyişdi və cümlədə söz sırasına təsir edən bağlayıcı olmadığına görə feilin təsriflənən hissəsi ikinci yerdə gəldi, partizip 2 plus werden isə cümlənin sonunda gəldi. Şəkil 1-də möchten və können modal feilləri indikativ gələcək zamanda şəxsə görə təsriflənmişdi. Şəkil 2-də isə möchten və können modal feilləri artıq konjunktiv 1-də gələcək zamana görə təsrifləndi. Gündəlik danışıq dilində də həmçinin vasitəli nitqdən istifadə olunur. Bu zaman məhsul növ gələcək zamanda vasitəsiz nitqdən vasitəli nitqə çevrilir. Gündəlik danışıq dilində vasitəli nitqin konjunktiv 1 forması isə nadir hallarda işlənir. Şəkil 1 direkte Rede, vasitəsiz nitq. Die Mutter sagt zu ihrer Tochter. Die alten Sachen werden im Secondhand-Laden zu einem angemessenen Preis gekauft werden. Ana qızına deyir. Köhnə əşyaları ikinci əl mağazasında uyğun qiymətə alacaqlar. Şəkil 2 indirekte Rede, vasitəli nitq. Die Tochter sagt zu ihrer Freundin. Meine Mutter sagt, dass die alten Sachen im Secondhand-Laden zu einem angemessenen Preis gekauft werden. Qız rəfiqəsinə deyir. Anam deyir ki, köhnə əşyaları ikinci əl mağazasında uyğun qiymətə alacaqlar. Gördüyünüz kimi cümlədə gekauft werden şəklində yazılıb. Burada werden 2 dəfə işlənib. Ancaq pasiv gələcək zamanda ikinci werden lazımsızdır. Çünki werden gekauft werden formal olaraq doğrudur. Amma danışıq və yazı dilində gələcək zamanda pasiv quruluşu nadir hallarda istifadə edilir. Əksər hallarda isə sadəcə werden gekauft formadan istifadə olunur. Yəni ikinci verdenin danışıq dilində istifadə olunmur. Və qeyd etdiyimiz kimi danışıq dilində konjunktiv 1-dən nadir halda istifadə edilir. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.